Neçə gün idi Gilavar idi Şıxovda. Bu günləri dedilər ki, şimal küləyidir. Hamı Şıxov əhli, şəhərdən gələn qonaqlar hamısı spinnikini götürüb gəldilər Şıxova. Mən də işdən eşitdim ki, saat 5-in yarısı belədir, elədir. Mən də gəldim evə, spinnikimi görürsünüz, götürdüm, polnu forma, çörəyimi, krevetkamı götürdüm, sumkamı yığdım. Dedim ki, ya Allah, görək hələ bu günləri neyniyim. Neçə gündür gedirik, Allahın izni ilə heç nə olmur. Yəni Allahın iznində, yəni istəsəydi olardı. Yəni götürdük sumkamızı, ya Allah, üzü aşağı dənizə. Az getdik, çox getdik. Yəni bu Şıxovda qalanlar bilir də. Yəni Şıxovda bir qəşəng üzənlər var, bir də qəşəng balıq tutanlar var. Allahın izni biz də qoşulduq karvana, çıxdıq gəldik dəniz qırağına. Dəniz qırağında da maşallah o baş, bu baş hamısı balıqçılardır. Şimal küləyində görürsünüz nə qəşəng. Vaxtıdır, balığın vaxtıdır. Gəldik ki, görək biz də nə eləyək. Yəni maşallah balıqçıları da söz ola bilməz. Hamısı da balıq tutanlar dəniz qırağındaydı. Düzdür, hər bir cür bir dənə yer tapdıq. Düz axşamacan çəkiliş oldu. Düz axşamacan gördünüz, şar buraxdıq, spinnik atdıq, nə bilim, aləmi qatdıq birinə, həmişəki kimi heç bir şey tuta bilmədik. Allah hər kəsin ovunu qanlı eləsin, bizə düşmədi də nəsə.